Dostlar, gecəyə xoş gəlmişsiniz. Bugün dedim ki, həm Metarayı bəni yoxlayaq, həm də bir dənə maşını yumaq lazımdır. Deməli, onun kakras videosunu çəkim. Maşını zaryadkadan çıxardaq. Özümə də maraqlıdır ki, görüm necə olacaq. Yəni, ağıllı eynək təcrübəm yoxdur. Ya Allah. Yaxlayacaq da görək necə olur. Maşını biraz qabağa verək. Köpüyü zad düzəltmişəm. Qaracı maşını yox. Ne oldu, götürmür axı. Ama yox, o götürdü diyorum. Ora vurdu oğlum. Gəl bunu elə eləyək, qırx elə. Hə, bu zordu, bu zordu. Hə, karoçi, köpüklədik maşını, ləzzətli. Bir dənə bundan da belə, bunu da Temu'dan almışam. Azar şey deyə var, ləzzət edir. Fırçanı elə bil, mikrofiber variantıdır da şey eləmir, maşını cızb eləmir. Yəni, birinci bir dənə belə şüşələri eləyək əsas. Şüşələr təmiz olsun, sonra o pişir maşını eləyəcək. Buralar zordur, buralar adam yormur da. Maşının yanında adamı ən çox yoran şey qurulamaqdır. Yəni, adam bilmirəm, cəmaatda da elə diyorsun. Amma məni ən çox yoran şey qurulamaqdır. Köpüklər bu da yığmalıdır, prosta bu pişindən deyil. Onu da qoyuram 0'a, yox 0'ya 15'e qoyuram. Getdik. Dostlar, biraz xəstəyəm. Üzürlü sayın. Səsim ona görə biraz belə yaxşı deyil. Mən də xəstə cəmaat yatır eləyir. Mən yerimdə dayana bilmirəm axı. Nə danışsın? Çıxmışam buz kimi suyla maşın yiyirəm. Əla. O məsələsini görürsən, buranın məsələsini eləyə bilməmişəm. Görürsünüz. Hə, uşaqlar, bax bu qupqa ilə palçıq qalan, yaxşı təmizləyən yerlərini təmizləyib naxada su ilə belə duruluyuram. Mənim yuduğum başlama bilən, hər yer palçıqdır yəni. Belə dostlar, sağ olun. Salamat qalın, özünüzə də yaxşı baxın. Ay Allah, gəyin də həyət təmizlədi.